Sizə belə bir şey göstərəcəm. Bu məhəllənin, nə bilim, mən uşaqlıqdan bilirəm də, yəni bu şəhər Sumqayıt şəhəri. Sumqayıt şəhərində belə bir küçə var. Küçə mi deyək, nə deyək, həyət deyək də. Hə, burada mən bir dənə maraqlı bir nüans var. Onu sizə göstərmək istəyirəm. Hələ ki bu küçəni gedirəm. Yəni o nüans çox maraqlıdır da. Məndə uşaqlıqdan var o. Görürəm onu və hər dəfə də təcrübə ilə baxıram da. Mənə elə gəlir ki, həmin nahiyə möcüzəvi bir yerdir də. Yəni sizə indi göstərəcəm onu. Baxın, bu iki binanın arasındakı bu məsafəni görürsünüz, yəni. İnanın mən sizə deyirəm ki, bax bu bezrazmerdir də, baba, görürsünüzmü? Bax bu yerdən hər ölçüdə insan keçə bilir. İndi baba qızım keçəcək. Çox qəribədir. İndi də mən keçirəm. Möcüzəvi formada. Məndən öncə də keçənlər oldu və oradan həyətə də girənlər oldu. Bir də belə baxaq. Möcüzəvi, belə bir yerdir. Möcüzəvi yer. İllərlə oradadır. Mənim 5-6 yaşım olandan var. İndi də mənim baya yaşım var da, yəni deməyim nə qədər, amma ki hələ də durur. Hələ də oradan hər ölçüdə adamlar keçir.